Və gördüyümüz kimi yazın gəlişi təkcə təbiəti rəngləndirmir, həm də piştaxtalarda da özünü göstərir. Artıq meyvə-tərəvəz bazarında piştaxtaları yazın rəngli, fərqli meyvə-tərəvəzləri bəzəyir. Bəs gəlin alıcılardan və satıcılardan soruşaq görək. Onlar bu qiymətlərdən və satışdan razıdırlarmı? Bu dəfə də gələn yaz meyvələrindən bəzənmiş bir piştaxtanın önündəyik. Bəs gəlin soruşaq görək, bu meyvələrə tələbat varmı? Var da, var. Belə deyək ki, qiymətlər bəs necə dəyişir? Alıcılar razıdır. Qiymətlər təzə çıxdığına görə biraz bahadır, amma endirim eləyirik, satılır. Neçədir yəni? Çiyələrin qabı 4 manatdır, kilosu 7 manatdır. Bir qabın içində nə qədər çiyələk olur? Yəni Kilodan çoxdur. yarım kilosu 4 manat. Deyirlər ki, aşağı eləyin də biraz qiymətlər. Aşağı eləyirik, veririk, gedir. Bəs alçalar? Alçalar təzə çıxıbdır, yerli alçalardır. Bunlar 10 manatdır. Yenibdir qiymətlər alçalar. 20 manatdan düşüb 10 manata. 20 manat idi əvvəl. Yerli məhsuldur yoxsa xarici bazarda? Hamısı yerli məhsuldur, bizdə olanlar. Onlar bəs nədir? Bunlar kirişdir, o cacıqdır. Mələçöydür, çaşırdır, qabaqlar. Nədə istifadə olunur bunlar? Bundan kəsə eləyirlər, onu pencərdir, qovurub yeyirlər, belə. Bu deyək ki, bura düzülən məhsullardan ən çox nəyə tələbat? Ən çox cacığa, pencərlərə. Ən baha olan hansıdır? Ən baha olan göycədir. İndi vaxt irəlilədikcə, yəni havalar isindikcə bunların qiyməti düşür yoxsa? Düşəcək ki, bəli, düşür. Hər gün düşür, bugünkü gün hər gün düşür. Bu tərəfdə də dağ məhsullarıdır. Bunlar Şahbuzdan gəlir, Keçili kəndindən, Ləkətağdan, Bəhmətdən, göbələkdir. Hə, bunlar göbələk deyirlər, çox qəşəng göbələkdir. Bu da göbələyin bir növüdür. El arasında dombalan deyirlər. Bu da çox xeyirli, indi bu il ilidir. Hələ təzə-təzə çıxır da, amma çox xeyirli, məsləhətli bir şeydir. Yəni bu il inşallah ki, istilər düşdükcə daha böyüyəcəklər, daha qəşəng olacaq. Şəkərəcədə çox xeyirli bir şeydir. Bəs bir şey soruşum, bunlar nədir bu tərəfdə? Bunlar da qulançardır, mərəsöğüt deyirlər, qulançar deyirlər. Bunlar da Götürün qəşəng baxın. bir şeydir. Hə, götürün bax. Nəyə yarayır bəs? O da xeyirli bir şeydir. Bu da mədə bağırsağıcada çox qəşəngdir. Onun da təbiidir də, arazın qırağında. O da uçqundur. Çox gözəl bir şeydir, uçqundur. Bunun da yəni sezonu olur, yəni. Hə, bu bir aylıqdır. Bu bir aydan sonra olmayacaq. Nəyə yarayır, yəni nəyə faydalı? Bu da tuşma, bunun da təzyiq üçündür. Əsas təzyiqə şəkərdən yanadır. Tuşməcə bir şeydir də. Daha çox belə deyək ki, xəstəliklərin Çox xəstəliklərə deyirlər xeyirdir, hə, dərmandır. Çox qəşəng çaşırlarımız var. Bax yerli çaşırın daha çox üstünlük verirlər. Bəs yaxşı, bu qədər faydası olan bitkilər belə deyək, qiymətlər hansı aralıqda dəyişir? Məsələn, bu neçədir? Yenir, o 2 manatdır onun dəstəsi 2 manatdır. Bir də yerli çaşırımız olur, bax belə, bu da çox qəşəngdir, acı olur, məsləhətlidir, turşusunu qoya bilərsən, qaynadıb belə peynir çörəyindən istifadə edə bilərsən. Bayaq dediniz ki, bu çox dərdə dərmandır. Bəs bunun qiyməti neçədir? Bahadırmı yoxsa ucuzdur? Onun kilosu indi hal-hazırda 30 manatdır, amma yenəcəkdir. İstilər çıxdıqca o çoxalır, qiymət düşür. İndi biraz belə deyək ki, başqa məhsullara baxmış qiyməti bahadır, az da olsa. İndi 30 manatdır kilosu. Bəs tələbat var, gəlib alırlar. Lap hələ o qədər tələbat yoxdur, amma alan olur da. Kimin ehtiyacı varsa. Kimin ehtiyacı varsa, ay soğun, hələ alır. Qəşəng cacıq olur, bax indi təzə Keçildən gəlib, gözəl cacıq olur. Məsləhətli cacıqlarımız olur, kiriş olur. Onların qiymətləri indi bu dəqiqə yenib, bolluqdur. Bax kiriş 1 manatdır, cacıq 2 manatdır. Yəni sezonudur deyənə qiymətlər yenibdir. Çoxdur deyənə yenib. Biz də sizə bol müştəri arzu edirik. Çox sağ olun. Xanım, təşəkkürlər. Sağ olun. Çeyrək almısınız deyəsən sizə, razısınız? Münasibdir. Fəsil üçün münasib qiymət. Neçədir məsələn bu əlinizdə? Kilosu 7 manat. Yarım kilo aldım. Yox, yarım kilo deyil. 3 manatlıq aldım. Bəvəm üçün aldım. Hələ bizdə siftə deyirlər. Siftə eləsin, dadına baxsın, dalı inşallah gedər. Baha deyil sizcə? Məncə yox. Məncə yox. Çiyələyimiz yerlidir, göycəmiz yerlidir, Şərurdan gəlir, super göycələrdir. Belə bildim ki, daha çox bazarda yerli meyvələrdir, meyvə-tərəvəzlərdir. Bəs xaricdən nələr gəlir hansı məhsullar? Xaricdən belə də bu portağaldır, belə banandır, həylə şeylərdir. Amma indi daha çox yerli məhsula tələbat var. Amma biraz azca qiymətlər bahadır da, yəni biraz. İndi bu təzə çıxan meyvələr. Belə də münasibdir də, baha demək münasibdir. Yaxşı, onda bu münasib meyvələrimizin qiyməti neçədir? Məsələn, bu qutuda nə qədər olur?
Kutuda olur, bu yarım kilo olur, 5 manat edir beləsə. Hə, 10 manat arasında dəyişir. Çiyələklərimiz yenə 2 manata var, bax belə qablarda 4 manata var, 3 manatlığı var. Yəni çox sevirlərsə gəlib ala bilərlər. Hə, əlbəttə ki, bu dəqiqə yəni məsləhət görürəm ki, indi sezonudur. Belə meyvələrdən qidalansınlar. Yəni təbii. Vitamin var da ona görə. Əlbəttə ki, göycə çox qanı duruldur, çox məsləhətli bir şeydir. Göycədən istifadə etməyinə dəyər. Hələ yay gəlməmiş olsa belə, artıq bazarda qarpız yemiş də özünü göstərir. Bəs gəlin görək qiymət aralığı necə dəyişir? Qiymət aralığı deyəndə ki, qarpız soruşsuz yemişik. İkisində. Bunlar yerli məhsullar deyirlər. Yəni İrandan gəlir. Hal-hazırda bilirsiniz ki, bu dəqiqə Naxçıvanda yetişmirdilər. Qarpız 2 manat 50 qəpikdir satışır. Yemişdə 3 manatdır. Bəs belə deyimi, tələbat olduğu üçün İrandan gətirilir yoxsa? Tələbat olduğu elə də güclü tələbat yoxdur. Yaydakı kimi gündə 1 ton, 2 ton satılır. Gündə 3 dənə, 5 dənə belə satılır da. Məsələn, bir balacasını bir götürək görək neçə manat olar? Götürək balacasını deyəndə belə heç tərəziyə qoymaq ehtiyac yoxdur. Balacası gəlir bir 3 kilo, 2 kilo yarım, 4 kilo. Mövsümə uyğun çiyələk, bir də göycə. Qiymətlər sizcə necədir, razısınız? Münasibdir baxanda. Qış Nədən aldınız mövsümü indi? Hər ikisindən. Uşağa görə hər ikisindən alırıq. Çünki görür, istəyir. Bəs qiymətlər hansı aralıqda dəyişir? Qiymətlər çox münasibdir. 1.50, 1.50, 2 manat, cacıq 2.50-dir, 2 olar. Siz indi satıcı olaraq deyirsiniz ki, qiymətlər münasibdir. Gəlin bir alıcımızdan da soruşaq görək hələ. O da razıdırmı qiymətlərdən? Salam. Sağ ol. Məhsulların qiymətdən razısınız yoxsa sizcə bahadır? Yox, çox yaxşıdır. Cacıq əvvəl çox baha idi. İndi elə normal qiymət. Deməli, yerli bazardakı qiymətlərdən və satışdan həm alıcılar, həm də satıcılar razıdır.